Proqramlaşdırma ixtisası, yəni kompüter mühəndisliyi ixtisasına tələbat azalacaq. Bunun səbəbi təkcə AI deyil. Baxın, top universitetlərə qəbul olub oxuyan tələbələrinə bu uşaqlar arasında düzdür, fərq var bilik səviyyəsində falan, amma bəzi hallarda %20, %30, baxın, %100 demirəm, %70 demirəm, %20, %30 o attestatla imtahansız qəbul olan uşaqların çox uğurlu nəticələri olur. Milli Məclisdən də xəbər verilib ki, müəllimlərin də ixtisarı gözlənilir. Yəni xarici universitetlər, məsələn, Türkiyə universitetləri attestatla qəbul edir, imtahansız qəbul edir. Belə bir fikir formalaşır. Amma burada bir məsələ maraqlı nüans var. Məsələn, uşaq 7 ay yığmışdı, amma ki İmtahan nəticəsi aşağı olduğu üçün keçə bilmədi. Qəbul olmadı. Bu dəqiqə dünya da qəbul edir ki, bütün dünya qəbul edir ki, Asiya. Yəni gənclər üçün inkişaf dedikdə xaricdə təhsil ağla gələn ilk məqamlardan biridir. Bəziləri üçün bu gərgin rəqabət sonunda top universitetlərdə uğurlu gələcəyin başlanğıcı, digərləri üçün isə imtahansız asan yolla tələbə adını qazanmaq hesab olunur. Xaricdə təhsillə bağlı müzakirələr sonsuzdur. Bunun üçün uzun illər təcrübəyə sahib xaricdə təhsil mütəxəssisi Mürsəl Əliyev studiyamızın qonağıdır. Müəllim, xoş gəlmisiniz. Təşəkkür edirəm dəvətinizə görə. Çox aktual mövzudur və hər il bu mövzu müəyyən bir dövrdə aktuallaşır. İnşallah ki, bu ilə bağlı biz çalışacağıq maksimum dərəcədə düzgün məlumat verək. Bəli, qeyd etdiyimiz kimi xaricdə təhsillə bağlı biz əsasən ikili yanaşma görürük. Biri budur ki, tələbələr, yüksək istedadlı və yaxud da yüksək bilikli tələbələr top universitetlərdə təhsil almağa can atırlar. İstəyirlər ki, dünyanın öncül universitetlərində, öncül kafedralarda və yaxud da akademik heyət tərəfindən təhsil ala bilsinlər. Bu işin bir tərəfi. Digər tərəfdən də hər il görürük ki, universitet nəticələri açıqlananda ölkədə qəbul ala bilməyən abituriyentlər attestatla, imtahansız, sadə üsulla xaricdə təhsilə istiqamətlənirlər. Ümumiyyətlə, xaricdə təhsil nə üçün lazımdır və bu böyük fərq nədən qaynaqlanır? Öncəliklə təşəkkür edirəm. Çox vacib bir məsələyə toxundunuz. Deməli, burada iki məsələ var. Birinci məsələ odur ki, birinci dediyimiz, yəni artıq 9-cu, 10-cu sinifdən müəyyən planlar şəkildə hazırlıqlı keçən uşaqlar var. Hansılar ki, öncədən məsələn YÖS deyən imtahan var, SAT imtahanı var, IELTS var. Onlarla hazırlaşıb valideynləri və uşaq özü də məqsədli şəkildə xaricə, Türkiyəyə, Avropaya hazırlaşan uşaqlar var. Bu uşaqlar əlbəttə ki, top universitetlərə və yüksək reytinqli universitetlərə qəbul olmaq istəyir. Dövlətimiz də bunu dəstəkləyir. Bu baxımdan ki, dövlət proqramımız var, indi onun barədə danışarıq. Dövlət proqramına düşmə şansı olur. Bu baxımdan bu segmentdə deyək də, bu olan tələbələr, bu uşaqlar daha çox top universitetlərə oxumaq istəyirlər. Amma digər təbəqə var ki, o nəslini daha çox təşkil edir say olaraq. Onlar çox vaxt necə olur? Ya oğlanlar əsgəridən yayınmaq üçün, qızlar da belə deyir, diplomum olsun deyə bu universitetlərə müraciət edirlər. Bu elə bir ki, ikinci təbəqə şəxslərdir. Bəli, amma bir məsələni qeyd etmək lazımdır. Top universitetlərə qəbul olub oxuyan tələbələrinə bu uşaqlar arasında düzdür, fərq var bilik səviyyəsində falan, amma bəzi hallarda %20, %30, baxın, %100 demirəm, %70 demirəm, %20, %30 o attestatla imtahansız qəbul olan uşaqların çox uğurlu nəticələri olur. Yəni biz özümüz də rastlaşmışıq o ilə. Bəli, biz hər il yüzlərlə tələbənin qəbulunu həyata keçiririk. Bəli, onların bir qismi oxuya bilmir, geri qayıdır və biz bununla bağlı valideynlərə dəfələrlə öncədən xəbərdarlıq edirik ki, bu universitetlərə müraciət etdikdə, bu ixtisaslara düşdükdə problem yaşaya bilərsiniz. Amma bəzən valideynlər özü istəyinə uyğun olaraq məcbur olur onların işlərini aparmağa, amma bəzi valideynlər ki, məqsədli şəkildə aparılır. Burada müəyyən səbəblərə görə qəbul ola bilməyən uşaqlar var ki, onlar gedib məsələn Türkiyədə və yaxud da indi Avropanın bəzi universitetləri ingilis dili ilə qəbul edir. Ora qəbul olub uğurlu nəticə əldə edirlər. Belə keyslər çoxdur, belə məqamlar çoxdur. Amma say baxımından götürsək, faiz etibarilə 20-30% belə uğurlu nəticələri var. Qalan 70%-nin belə deyək ki, hamısı deyil də, məsələn, onların da bir qismi ümumiyyətcə oxuya bilmir, geri qayıdır, amma bir qismi də müəyyən mənada ən azından universiteti bitirmə şansı əldə edir. Amma gec, məsələn, 5 ilə 6 ilə 7 ilə olur. Amma məsələn elə uşaq olub ki, bizdə məsələn 4 ilə bitiriblər universiteti. Mürsəl müəllim, son illər ölkə daxilindəki universitetlər də müxtəlif reytinqlərdə top 1000-liyə düşür. Misal üçün İqtisad Universitetinin adını çəkə bilərik.
Bakı Ali Neft Məktəbinin Bəli. nəticələri çox yüksəkdir. ADA Universiteti çox yüksəkdir. Digər universitetlər də həmçinin. Bu fonda biz deyə bilərikmi ki, xaricdə təhsil mütləq keyfiyyət üçündür, yoxsa burada həm də bir özünü göstərmək və yaxud da ad naminə mən xaricdə təhsil almaq istəyirəm kimi amillər də var. Burada belə iki məsələni vurğulamaq lazımdır. Gəlin elə o bayaq dediyimiz iki segmenti ayıraq. Birincisi o məqsədli şəkildə gedən tələbələr ki, ancaq xarici təhsil alırlar. Ümumiyyətlə xarici təhsil ölkə kənarından çıxmaq istənilən halda, hətta ölkə kənarından çıxmayıb insan bir məntəqədən Bakıdan çıxıb məsələn tutaq ki, həmişə deyilir Biləcərdən oynayır. Yəni tutaq ki, başqa bir şəhərə gedəndə də yeni bir təəssüratlar, yeni bir fikirlər ortaya çıxır. Bəli. Düşünün ki, siz uşağı göndərirsiniz xaricə bakalavr təhsilinə və yaxud da magistra, o istərsəniz orada yeni imkanlar və yeni fürsətlər yaradır. Azərbaycan bəli güclü ölkədir, amma yenə də bizim özümüzün müəyyən bir kapasitemiz var və balaca ölkə. Amma məsələn bir Azərbaycanlı gənc gedib Almaniyada, İngiltərədə, Fransada və yaxud da İtaliyada gedib orada təhsil alırsa, oranın müəyyən üstünlüklərini, əlbəttə ki, yaxşı olar ki, üstünlüklərini özünə cəlb edib və daha çox inkişaf edə bilər. Çünki onların təhsil sistemi istər-istəməz bizim təhsil sistemindən yuxarıdadır. Bunun bəzi səbəbləri də əlbəttə bu Sovet dövründə olmağımız, müəyyən problemlər, müharibə dövrü falan, bunlar əlbəttə ki, bizim təsir edib. İnşallah ki, dəyişəcək bunlar. Amma ümumi götürsək, xarici təhsil ümumiyyətcə birincisi təhsildən öncə insanın özünü inkişaf etməsi və formalaşmasına kömək edir. Çünki formalaşan adam, yəni necə insan əsgərliyə gedəndə dəyişir, insan təhsili üçün xaricə getdikdə fikir formalaşır, yeni fikirlər formalaşır, yeni ideyalar formalaşır. Ola bilər ki, oradan o ölkədə olan hər hansı bir ideyalar ölkəmizə tətbiq eləmək olur. Çox vaxt Azərbaycanda baxsaq ki, bəzi kreativ, qeyri-adi biznes layihələrinin baxsaq ki, görürsünüz, orada işləyənlərin və yaxud onun rəhbərlərinin bir çoxu xarici təhsil almış şəxslərdir. Mən yenə də demirəm ki, mən özüm Azərbaycanda təhsil almışam, Bakı Dövlət Universitetində. Yəni təhsilimi də istəmirəm. Sadəcə olaraq müəyyən qeyri-adi və yenilikçi şeylər üçün əlbəttə ki, xarici təhsil önəmlidir. İkinci faktor odur ki, məsələn, sən Azərbaycanda qəbul ola bilmirsən, gedib oxuyursan, əlbəttə orada da bayaq dediyim kimi məqamlar var ki, oradan da uğur qazananlar olur. Elə uşaqlar var ki, orada çox yaxşı layihələrdə iştirak edirlər, universitet mühiti onları formalaşdırır. Yəni burada bu uşaq əgər tutaq ki, məhəllədə qalsaydı, ya əsgərliyə gedib gəlib heç bir iş işləməsəydi, o uşaq gedir orada müəyyən bir mühitə düşür. Çünki Türkiyədə məsələn çoxsu Türkiyəyə gedir. Türkiyədə müəyyən bir mühitə düşür, orada yaxşı bir mühitə düşsə, çünki mühit də insanı formalaşdırır. Təbii. Bu baxımdan orada inkişaf edə bilir. Yəni bu şansdır. Yəni hər kəsə bu şans verilir. Bu şansdan necə istifadə edəcəksiniz? Bu çox müəmmalı məsələdir. Yəni bir çoxları yaxşı istifadə edənlər də var və pis istifadə edənlər də var. Xaricdə təhsil məsələsi bir mənada ailələrin maddi vəziyyətindən də asılıdır. Digər tərəfdən siz də qeyd elədiniz, dövlət proqramı da var. Bu məsələni istəyirəm elə verilişin əvvəlində müzakirə eləyək ki, əziz izləyicilər üçün də müəyyən aydınlaşma olsun. Orta hesabla götürsək, xaricdə təhsil alan tələbələrin məsələn illik xərcləri nə qədər olur? Bu sualın bir tərəfi. Digər məsələ budur ki, dövlət proqramı ilə xaricdə təhsil alan tələbələr bakalavr olsun, magistr və ya doktorantura hansı mümkündürsə, burada xərclər tam qarşılanırmı, nisbətən təqaüd şəklindəmi qarşılanır və ümumiyyətlə xaricdə təhsil hər kəs üçün əlçatandır, yoxsa müəyyən maddi imkanlara sahib ailələrin övladları üçün əlçatandır? Açığı desək, burada bir neçə məqam var. Deməli, birinci sadalayaq hansı təqaüd proqramları var. Yəni Azərbaycanlı tələbələrin iştirak elədiyi ki, belə deyək, izləyicilərimizə daha aydın olsun. Birincisi, Azərbaycan Respublikasının dövlət təqaüd proqramı. Prezident tərəfindən imzalanmış bir fərman nəticəsində ortaya çıxmış və illərdir fəaliyyət göstərir. Çox yaxşı bir proqramdır, şəffaf proqramdır və orada proqramı bitirən tələbələrin və ya o proqramla üzrə gedən tələbələrin bir çoxu Azərbaycana qayıdıb burada belə deyək də öz fəaliyyətlərini davam etdirirlər. Bu proqrama qəbul olmaq üçün tələbə mütləq birinci universiteti qazanmalıdır. Ondan sonra təqaüd proqramına müraciət edir. Yəni birinci problem belə olur. Və təqaüd proqramı normalda aprel-may aylarında açılır. Təxminən iyun ayına qədər, iyunun sonuna qədər gedir və o dövr ərzində artıq siz məsələn deyəlim ki, Türkiyədən hansı bir universitetdən qəbul olmusunuz və yaxud da belə deyək Avropa ölkələrindən qəbul olmusunuz. O qəbul nəticənizlə ora müraciət edirsiniz və çox yaxşıdır ki, orada prioritet ixtisaslar var. Yəni hər ixtisas üzrə qəbulu götürmür. Bu çox yaxşıdır çünki prioritet ixtisas olduğu üçün, yəni bəzi ixtisaslar var ki, həqiqətən onu xaricdə oxumağın və ona dövlət tərəfindən maliyyə ayrılmaq düzgün deyil. Və yaxşı ixtisaslar seçilib və o ixtisaslar üzrə təhsil ala bilirsiniz.
Bu bir tərəfi. İkinci ən populyar Türkiyə bursları təqaüd proqramıdır. Türkiyədə ödənişsiz təhsil üçün. Bəli, burada da proses necə olur? Tələbə həm universiteti qazanır, həm təqaüd qazanır. Burada proses sistem başqadır. Həm universitet sənəd göndərirsən, həm də təqaüd qazanırsan. Burada necədir? Burada tələbənin belə deyim, SAT nəticəsi və yaxud da YÖS nəticəsi varsa, onlar daha çox əsas alınır. Və ondan əsasında tələbəyə müraciət olunur. 2 mərhələdən ibarətdir. Azərbaycan dövlət proqramında bir mərhələdir. Sənədlər göndərilir, 2 mərhələ üzr istəyirəm. Göndərilir və sonra müsahibə olur. Türkiyə təqaüd proqramında da demək olar ki, 2 mərhələdir. Birinci sənədlər göndərilir. Deyəlim ki, 1000 nəfər sənəd göndəribsə, onun 100 nəfəri, 110 nəfəri seçilir. Onlarla müsahibə keçirilir və o 110 nəfər arasından artıq deyəlim ki, müəyyən say seçilir. Ortalama olaraq məndə deyim, ola bilər ki, səhv edeyim, təxmini məlumatlara görə 350 nəfər, 400-ə yaxın nəfər, ola bilər 250 nəfər bu civarda tələbə Türkiyə dövlətinin dəstəyi ilə xarici təhsil alır. Yəni bu tək Azərbaycan üçün deyil, yəni başqa ölkələrdən də bura müraciət olunur. Azərbaycandan bildiyim say budur. 250-350 nəfər tələbə müxtəlif ixtisaslar üzrə. Burada tibbdə var, hüquqda var, mühəndisliklər var. Yəni istənilən ixtisas üzrə təhsil ala bilir. Dövlət proqramında da eyni. Burada bəzi nüanslar var. İxtisas məsələsi. Məsələn, elə ixtisaslar var ki, orada təqaüdə müraciət edən tələbələrin qəbul şansı daha yüksəkdir. Niyə? Çünki o ixtisaslar çox az müraciət olunur. Məsələn, kənd təsərrüfatı sahəsi, biologiya sahəsi, kimya sahəsi. Bu sahələr var, amma o üzrə məsələn həm Türkiyə burslarında, həm də dövlət proqramında amma müraciət edən azdır. Çünki insanlar daha çox iqtisadiyyat, menecment, kompüter mühəndisliyi, ənənəvi ixtisaslara müraciət edirlər, amma digər ixtisaslara müraciət olmur. Bunlar çox önəmlidir. Digər tərəfdən biz mövzuya belə yanaşa bilərik ki, həmin ixtisaslar siz sadaladığınız biologiya, kənd təsərrüfatı, kimya ixtisasına qəbulun asanlığı ilə yanaşı tədris müddəti bitdikdən sonra iş tapmaq imkanları da yüksək olacaq. Çünki o sahələrdə ölkədə mütəxəssis də azdır və yəqin ki, elə dövlət proqramı da bunu nəzərə alır ki, həmin sahələrdə mütəxəssislərin sayı artsın. Mürsəl müəllim, digər sualım budur ki, dövlət xətti ilə xaricdə təhsil alan tələbələr hansı şərtlərlə qəbul olurlar? Yəni onlar təhsil müddəti bitdikdən sonra ölkəyə mütləq qayıtmalıdırmı? Ölkə dövlət qurumlarında işləməlidirmi? Yəni bunu abituriyentlər və ya da tələbələr nəzərə alsınlar. Belə bir səhv fikir var ki, Azərbaycan dövlətinin təqaüdü ilə sən gedib xaricdə təhsil alırsansa, mütləq və mütləq Azərbaycana qayıdıb orada işləməlisən. Elə bir şərt yoxdur. Başqa ölkələrdə bu şərt var. Məsələn, Qazaxstanda səhv etmirəmsə 5 il müddətində sən qayıdıb Qazaxstanda işləməlisən. Amma Azərbaycanda elə bir şərt yoxdur. Məcburiyyət yoxdur. Və çoxsunu da dövlət proqramı bitirənləri çox yaxşı vəzifələrdə, çox yaxşı yerlərdə işə dəvət edirlər. Bəli. Avtomatik olaraq. Yəni siz gəlib burada iş axtarmırsınız. Çünki dövlət proqramı bitirib avtomatik işlə təmin olursunuz. Yəni adımız qeydiyyatda olur da. Bəli. Yəni birbaşa olaraq iş tapa bilirsiniz. İkinci məsələ odur ki, siz qəbul olduğunuz təqdirdə, yəni bu deməli bir məcburiyyət yoxdur. Bayaq dediyim məsələyə bir dənə sadəcə qayıtmaq istəyirəm ki, orada dövlət proqramına müraciət etdikdə xərclər barəsində bayaq o tam qalmadı, yəni fikirdə. Xərclər barəsində tələbə müraciət etdikdə dövlət proqramında və ya Türkiyə burslarında tam şəkildə xərclər qarşılanır. Dövlətə müraciət etdikdə və xarici Türkiyə burslarına müraciət etdikdə xərclər tam şəkildə qarşılanır. Amma məsələn, bəzi təqaüdlər var ki, onlar müəyyən mənada, məsələn, Türkiyənin özəl universitetlərində onlar 50% təhsil haqqı qarşılanır və yaxud da ki, Amerika universitetlərində təhsil haqqının müəyyən qismi qarşılanır. Bəzən eşidirsiniz, xəbərlərdə görürsüz, səhv anlaşılır. Deyirlər ki, Azərbaycanlı tələbə $60,000 təqaüd qazandı. Valideynlər və kənardakı elə fikirləşirlər ki, universitet tələbəyə $60,000 pul verdi. Elə deyil. Ola bilər ki, həmin universitetin təhsil haqqısı məsələn $100,000-dır və yaxud da $80,000-dır və tələbənin müəyyən güclü nəticələri olduğu üçün $80,000 deyil, $20,000 ödəyəcək və $60,000 təqaüd verildi. Və elə bəzi şirkətlər tərəfindən də belə yayılır ki, mən uşaq $80,000 təqaüd qazandı. Hamı sevinir ki, orada kütlə demək köşəyə döndüm. Yəni $80,000 qazandım və salam. Şəkildə tələbəyə təqdim verəcək. Elə bilər ki, çamadanda onu verəcəklər, amma elə deyil. Yəni bu sadəcə olaraq endirim olur. Müəyyən endirim. Bəzi hallarda bizim marketlərdə də, dükanlarda da görürsünüz. Məsələn, yazır 10 manat, üstünə xətt çəkir, yazır 20 manat. Əslində bəzi universitetlərdə o şey də var. Yəni necə deyim, əslində real olaraq elə 20 manatdır. Bunun daha aşağı qiymətdir. Amma müəyyən fərqlər olur. Şişirdilmiş qiymətdən sonra endirimli qiymət kimi təqdim edirlər. Yəni universitetlərdə də belə təəssüf ki, bəzi hallar olur. Müəllim, digər bir məsələ xaricdə təhsil və top universitetlərə qəbulun təbii ki, çətin bir proses olmasıdır. Söhbət gedir imtahanlardan. Bəli. Bəzi hallarda dil imtahanları qeyd etdiyiniz kimi Türkiyə üçün, məsəl üçün YÖS imtahanlar olsun və yaxud da ki, ingilis
dilində tədris üçün IELTS, TOEFL və sair imtahanlar olsun. Burada rəqabət təbii ki, güclüdür, xüsusilə də həmin bu təqaüdləri, bursları əldə etmək üçün. Və yenə də nitqinizin əvvəlində dediniz ki, bəzi abituriyentlər 8-ci sinifdən, 9-cu sinifdən artıq bu gərgin hazırlığa başlayır. Ümumiyyətlə xaricdə təhsilə hazırlıq, universitetin və ya ixtisasın seçimi necə olmalıdırmı? Ölkəni seçmək kifayətdir. Məsələn, bizdə bütün ölkədə Dövlət İmtahan Mərkəzinin qəbul imtahanları əsas götürülür. Digər ölkələrdə də bu belədirmi? Yoxsa özəl dövlət universitetləri xaricdə fərqli qəbul şərtləri mi var? Ümumiyyətlə bu qəbula necə hazırlaşaq? Biraz təməldən getsək. Xüsusilə də mən düşünürəm ki, bu valideynlər üçün maraqlı bir sualdır. Yəqin ki, 7-ci, 8-ci sinifdə oxuyan şagirdlər bu mövzunu tam əhatəli özləri düşünüb analiz edə bilməyəcəklər. Əsas valideynlər burada önə düşür. Valideynlərə bizim tövsiyəmiz nədir? Bax, burada məsələnin əsas valideynlərin üzərinə düşür öhdəlik. Niyə? Valideyn müəyyən planlı şəkildə iş aparmalıdır. Birincisi, valideyn nəzərə almalıdır ki, sən əgər 8-ci, 9-cu sinifdən artıq övladını xarici təhsil almağı düşünürsənsə, sənin təqaüdlü təhsil alma şansın qat-qat artır. Bu bir. Niyə? İkincisi, çünki burada baza var. Baza nədir? Hər bir ölkənin müəyyən qəbul şərtləri var. Deyəm ki, Türkiyədə YÖS imtahanıdır və SAT imtahanıdır. Deməli, Qərbi Avropada, məsələn, İtaliya, Fransa, burada IELTS və yaxud da TOEFL verməlisiniz və bəzilərində daxili imtahan var. Şərqi Avropada, məsələn, Polşa, Çexiya, Macarıstan, Latviya, Litva, Estoniyada burada sadəcə IELTS imtahanı və bəzi hallarda daxili imtahan keçirilir. Daxili imtahan nədən olur? Riyaziyyat və ingilis dili. Bəzi əgər xüsusi fənlərdirsə, məsələn, fizioterapiya oxumaq istəyirsə, tibb istəyirsə, artıq orada biologiya və digər şeylər var. Bunları ona görə də valideyn əslində xarici təhsil üzrə konsultasiyaya və ümumiyyətlə məlumat almağa 9-cu, 10-cu sinifdən artıq gəlməlidir. Müəyyən bir plan formalaşmalıdır ki, mənim övladım harda oxuyacaq. Bir də ölkəni mütləq öncədən seçmək daha məqsədə uyğundur. Və alternativlər mütləq olmalıdır. Çünki dünya dəyişir. Yəni bu gün sabah nə olacağınızı bilmirik. Yəni bu gün siz ola bilər ki, 9-cu sinifdə oxuyanda Koreyada təhsil almağı düşünürsüz, amma 2 ildən sonra Koreyada bir müharibə çıxar, Allah göstərməsin. O uşaq qalar havada. Niyə? Çünki yəni gedə bilməyəcək və siz də Koreya üzrə hazırlaşdığınız üçün, məsələn deyim ki, Koreya deyim imtahanı Almaniyada keçərli olmayacaq. Almaniyada keçərli olmayacaq. Siz qalacaqsınız havada. Ona görə də mütləq 2 alternativ. Bir tutaq ki, məsələn, Koreya, Türkiyə və yaxud da Türkiyə, Almaniya və yaxud da nə bilim Almaniya, Polşa, Almaniya, Latviya müəyyən alternativlər olmalıdır. Düzdür, o demək deyil ki, uşaq çox hazırlaşacaq. Əksinə, baza düzgün qoyulsa, hazırlıq müddəti çox azdır. Məsələn, SAT müddəti hazırlaşa 2 il hazırlaşmağa ehtiyac yoxdur. Əgər uşağın riyaziyyat bazası yaxşıdırsa, yəni məktəbdə riyaziyyatı yaxşı oxuyubsa, bir dənə ingilis dilini bilirsə, cəmi 3 aya SAT-dən normal nəticə əldə edə bilər. Yəni bu məsələ realdır, aktualdır. Yox, əgər sən heç bir bazan yoxdursa, 11-ci sinifə gəlmisən və deyirsən ki, mən gedib İtaliyada təhsil alacağam, artıq gecdir. Və çünki qəbul şərtləri, qəbul vaxtları fərqlidir. Məsələn, Qərbi Avropanın qəbulları yanvarda başlayır. Amma Şərqi Avropanın qəbulları fevral-martda başlayır. Hal-hazırda məsələn gedir. Bundan əlavə də digər dövrlərdə Türkiyənin qəbulları məsələn aprel-mayda başlayır. Yəni bunlara hamısına hazırlıqlı olub müəyyən mənada diqqət yetirmək lazımdır. Yoxsa ki, mən müraciət edim və qalım ortada, yox. Ona görə öncədən müraciəti planlaşdırmalı. İdeal olaraq ən yaxşı vaxt 9-cu sinifdəndir. Məsləhətim nə olardı ki, əgər seçəcəyiniz ölkə deyəlim ki, məsələn, Almaniya, İtaliya falansa, o yaşlardan 8-ci, 9-cu sinifdən, çünki uşağın vaxtı var, 9 buraxılışa hazırlaşmaq falan yoxsa, əgər planda varsa 7-8-ci sinifdən həmin ölkənin dilini öyrənsin. Məsələn, İtalyan dili, Fransız dili, əgər istəyirsən, məsələn, Alman dili, ingilis dilində oxuyacaqsan, ingilis dilini o bazadan öyrənsin. Kursa getsin, ingilis dilini təkmilləşdirsin, gəlsin Turan müəllimin yanına öyrənsin və orada müəyyən şeylərə çatsın. Sonra isə gəldiyi müddətdə ki, o digər məsələ riyaziyyat məsələsi elədir ki, riyaziyyatda hazırlaşanda tələbə riyaziyyata görə bazası olsun. Riyaziyyata görə yaxşı öyrənsin və salam. Bu ikisini öyrənəndən sonra artıq riyaziyyatla ingilis dili və yaxud da başqa dil öyrənəndən sonra rahat şəkildə sən bazanı formalaşdıra biləcəksən. Çox rahat olacaq. Çünki ümumiyyətcə IELTS imtahanına hazırlıq cəmi 3 ay 4 ay bəs eləyir. SAT-yə 3-4 ay bəs eləyir. Əgər sənin bazan yaxşıdırsa. Və baza nə deməkdir? Məktəbi yaxşı oxusun, qiymətləri yaxşı olsun. Yəni mən çox əleyhinəyəm ki, uşağı məsələn illərlə hazırlığa getsin. Məsələn 5-ci, 6-cı sinifdən qoyun uşağı hazırlığa. 4 il uşaq ingiliscə hazırlaşdı, amma nəticə yoxdur. Yəni o düzgün bir şey deyil. Uşaq müəyyən qısa müddətdə hazırlaşıb öz nəticəsini əldə etməlidir. Bunun üçün də yəni
imkanlar çoxdur bu dəqiqə. Yəni əvvəllər biraz çətin idi hazırlaşmaq. İndi çox rahat texnologiya da inkişaf edir. Ona görə rahat. Yəni əsas baza 8-9-dan formalaşır. Bir də gedəcəyimiz ölkənin dilini öncədən öyrənmək çox bizə gözəl avantajdır. bir il də qazandırır. Hansı ki foundation dediyimiz o dil tədrisi ilə bağlı ili biz qabağa düşə bilərik. Bəli. Çünki hər bir ölkə öz dilində tədris istəyir. Elə Azərbaycanda oxuyan əcnəbilər də bir il Azərbaycan dilini öyrənir. Bu bütün ölkələrdə belədir. Ölkənin dilini öncədən öyrənmək bir imtahan vasitəsilə bir ili artıq həm bir il qabağa düşürsüz, həm orada artıq universitetdə sizin önə keçmə şansınız çoxdur. Bəli. Oradakı tədbirlərdə daha çox iştirak edə bilirsiniz. Çox avantajlıdır. Ona görə mütləq və məsləhət, yəni uşaqlar indidən, yəni tez bir zamanda bazı olaraq ingilis dilini öyrənib, ondan sonra başqa dilləri öyrənməlidir. Yəni artıq bazadır. Yəni biz deyirik bəzən ki, yox, onlar gəlsin bizim dilimizi öyrənsin. Bəli, elədir, amma yenə də reallıq budur ki, sən ən azı bir neçə dil bilməlisən hal-hazırda. Yəni bir də mən ingilis dilini bilirəm və uğur qazanacağam, təəssüf ki, elə deyil. Mütləq indiki zamanda yeni, çünki çox rəqabət var. Ona görə bir neçə dili öyrənmək daha çox avantajdır. Dəyişən dünyanın reallıqlarını qəbul artıq yəni etməliyik. Mürsəl müəllim, digər sualımız budur ki, hansı ixtisaslara tələbələr daha çox yönəlir və yaxud da hansı ixtisaslar tələbə və valideynlərin nəzərindən qaçır? Valideynlər hansı ixtisaslara öz övladlarını yönləndirsələr, uşaqların gələcəkdə iş imkanları həm yerli şirkətlər olsun, həm dünya şirkətləri olsun daha yüksək olacaq və bunun üçün uşaqlardakı bacarıqları, qabiliyyətləri necə kəşf etmək olar? Çox gözəl toxundunuz, çünki bu dəqiqə trenddə olan bəzi suallar var. Birinci mən o ixtisasların içində bir dənəsini ayıracağam. Çünki onu məncə birinci danışaq. Çünki digərlərinə daha sonra keçib. Birinci əsas məsələ, məsələn, kompüter mühəndisliyi ixtisasıdır, proqramlaşdırma ixtisasıdır. Bunu mən ayıracağam. Niyə? Hal-hazırda bilirsiniz, süni intellekt, AI çox inkişaf edir və istədiyiniz saytın və yaxud da kodlaşdırmanı eləyib belə deyək, o vasitələ, yəni istədiyim məsəl tutaq ki, mən kodlaşdırma bilmirəm, yazıram ki, məsəl üçün tutaq ki, təhsillə bağlı mənə bir sayt hazırla, onun kodunu hazırla, o kodu verəcək sizə. Bəli. Bu səbəbdən nə məsələ ortaya çıxır? Proqramlaşdırma ixtisası, yəni kompüter mühəndisliyi ixtisasına tələbat azalacaq. Bunun səbəbi təkcə AI deyil. Baxın. Bəzən deyilir və deyirlər ki, əvvəl də AI özü də proqram təminatıdır. Bəli, proqram təminatıdır, amma düşünün ki, bir proqram təminatı milyonlarla insanın işini eyni anda görə bilir, yəni istifadə edir. Bu səbəbdən də nə məsələ ortaya çıxır? Həm kompüter mühəndisliyi ixtisasına tələbat həddən artıq çox oldu illərlə. Artıq 10 ildir, 15 ildir. Ən populyar ixtisas mən sizə deyim, birinci tibb idisə, ikinci kompüter mühəndisliyi idi. Əvvəllər Azərbaycanda hüquq idi, sonra da indi yoxdur. Artıq mütəxəssislərə doyub cəmiyyət. Doyub. Yəni artıq doyub. Nə dərəcə o tək Azərbaycanda deyil, dünyada doyulub. Həddən artıq çoxdur. Bu bir trend oldu, partlayış oldu və artıq kifayətdir. Dolub və bunun da əlavə AI-da gəlib üzərinə. Bundan şey çıxıb. Məsələ nədir? Məsələn, əvvəllər biz adi bir şəkili hazırlamaq üçün girirdik. Mən dizayn proqram bilmirdim, məsələn tutaq ki, Photoshop bilmirəm. Mən ona görə müraciət edə dizaynerə onu edirdi. Sonra nə oldu? Canva və yaxud da onlayn müxtəlif proqramlar çıxdı ortaya. Mən artıq özüm heç Photoshop mütəxəssisinə müraciət edirəm. Özüm hazırlayıram. Proqram yazıram. İndi artıq Canva-ya müraciət eləmirlər. ChatGPT-yə girib yazırlar ki, mənə avtomobil təmiri ilə bağlı şəkil hazırla. Bu sözlər olsun. Bu şəkili hazırlayıb verir. Artıq Canva-da, yəni artıq o da sıradan aktuallıq itirir. İndi düşünün ki, bəli, indi o demək deyil ki, bu dizaynerlər havada qalır. Xeyr, o dizaynerlərin işi var, amma kütləvi məsələ söhbəti var. Əgər kütləvi şəkildə, məsələn, proqramlaşdırma o demək deyil ki, siz sadəcə olaraq sayt düzəldirsiniz. Bunun altyapısı, serverlər, nə bilim, şəbəkə, çox şeylər var. Ona görə də bu sahədə biraz ehtiyatlı olmaq lazımdır. Deməli, mütəxəssislər özlərini günün tələbinə uyğun təkmilləşdirməlidirlər ki, bazarda onlara ehtiyac olsun. Bəli. Düşünün ki, artıq məsələn 10 il işləyən proqramistlə sənin yeni qoşulan proqramist necə fərqli olacaq? Bəli. Və bunun üçün ən yaxşı detal nədir? Uşaq deyir ki, mən kompüter mühəndisliyi oxumaq istəyirəm. Baxın, uşaq sadəcə öz övladınıza baxın. Əgər bu uşaq 9-cu, 10-cu, 11-ci sinifdən hər hansı 3 dənə proqram təminatı dilini, adını belə bilirsə və bu ilə bağlı ən azı nəsə bir cəhd edib, nəsə ortaya çıxardıbsa cüzi bir şey. Demək ki, şans var. Bu sahəyə gedin. Yox, uşağın ümumiyyətcə bu sahədən xəbəri yoxdur. Java nədir, JavaScript ilə Java-nı ayıra bilmirsə, nə bilim, HTML bilmir, PHP bilmirsə, mən primitiv şeylər deyirəm. Yəni mən özümdə bu sahəni bilmirəm. Yəni ümumi deyirəm. Bunları bilmirsə, bunların məlumatı yoxdursa, qəti şəkildə bu sahəyə getməsin. Çünki orada problem olacaq.
Prioritet ixtisaslar ən populyar əlbəttə ki, yenə də təkrar edirəm, diş həkimliyi, tibb, sonra gəlir. Bəzi hallarda fizioterapiya falan, tibb yönümlü sahələr, psixologiya, məsələn populyardır. Kompüter mühəndisliyi yenə də saxlayır. Amma mən yenə də o sahəyə biraz skeptik ehtiyatla yanaşmaq lazımdır. Mən prioritet, trend biləcəyim ixtisasların içində ən böyük elektrik mühəndisliyi ixtisasıdır. Niyə? Baxın, indiki zamanda avtomobillərdən tutmuş dronlar, silahlar, robotlar və bunlar hamısı yəni insan əməyi ilə hazır olunur. Bəli, orada müəyyən texnoloji istifadə olunur, amma çiplərdir və bunların o quraşdırılmasıdır və bu şeylərin istehsalıdır. Bunlar hamısı elektrik və elektronik mühəndisliyinin sahəsidir. Bu sahəyə önəm vermək çox önəmlidir. Bu sahə üzrə getmək çox önəmli. Ən azı trend budur. Əgər indi o Terminatorun kinosu var, artıq robotlar özləri robotlar istehsal edir. O hətta hələ var, yəni ki, ola bilər ki, 10-15 ilə o da olacaq. Yəni artıq özləri istehsal edir, bizə ehtiyac qalmayacaq. Amma indiki dövrdə ən azından prioritet ixtisaslar bunlardır. Çünki müxtəlif mexanizmlər çoxalıb, əvvəl hər şey çox sadə idi. Məsələn, avtomobillərdən deyilək ki, əvvəl maşınlar xarab olmuş. Çünki maşında heç nə yox idi, təkər idi. Yəni 3-4 dənə motor bir şey qoydular və sürürdülər. Amma indi texnologiya inkişaf elədiyi üçün bu sahə üzrə maraq və bu sahə üzrə tələbat artmalıdır. Amma insanlar hələ də onu biraz skeptik yanaşırlar. Digər ixtisas məsələn logistik ixtisasıdır. Gömrük, logistika. Yəni Azərbaycan bu sahədə inkişaf eləyir. Elə terminal açılır, hər dəfə mən onu deyirəm, nə bilim layihələr. Bunlar üçün hamısı üçün logistik, gömrük ixtisası. Ticari əlaqələr olsa dünyada genişlənir, artıq sərhədlər demək olar aradan qalxır. Bəli. Bir də istənilən halda müharibə olsa da, olmasa da, nə olsa da insanlar bu ticarəti edəcəklər. Bu ticarət olacaq və bu ticarətin sistemini bilmək üçün mütləq bu sahəni oxumaq lazımdır. Yəni bu ən maraqlısı. Digər ixtisasların mütləq bayaq qeyd etdiyimiz aqronomluq ixtisasıdır, kənd təsərrüfatı ixtisasıdır. Bunlar da çox önəmli ixtisaslardır. Bunlar gələcəyin peşələridir. Yəni bu sahə üzrə indi də hal-hazırda belə böyük tələbat var onu. Yəni bir kompüter mühəndisliyinin qazandığı qədər aqronom qazana bilər və qat-qat az enerji sərf etməklə. Sadəcə olaraq konsultasiya etməklə. Bəzən də daha çox. Bəli, daha çox. Və digər ixtisasdan mən deyərdim qida mühəndisliyi ixtisasıdır ki, yəni qida, çünki insanlar biz yemək insan varsa qida var və yeməklə bağlı ciddi problemlər var. Bilirsiniz, yəni dünyada da bu şeylər var, qıtlıqlar falan və bunların hamısının belə deyək, önünə keçmək üçün qida mühəndislərinin rolu böyükdür. Həm Azərbaycanda, həm də xaricdə bu sahəyə görə tələbat çoxdur. Yəni qida mühəndisliyi, logistika, elektrik mühəndisliyi, kənd təsərrüfatı, aqronomluq, baytarlıq, onu da qeyd edək, baytarlıq sahəsi. Bunlar ən populyar ixtisaslardır və bunlar olacaq. Kompüter mühəndisliyidir, yenə digər sahələr yenə də iş tapacaqlar, olacaq. Amma trend onu göstərir ki, gələcəkdə bunların sahəsi azalacaq. Fikir verirsə, nə bank, nə maliyyə sahəsini demədik. Və çünki artıq o sahələr yavaş-yavaş avtomatlaşır və təəssüf ki, məsələn, artıq bir telefondakı bir proqramla istənilən şeyi edə bilirik. Bu səbəbdən də o sahələr artıq zəifləməyə doğru gedir. Bu sahələrin içində bir də maliyyə sahəsi, yəni maliyyə konsultasiyası və maliyyə mühasibat sahəsi qalacaq. Bunlar yəni ömür boyu bu sahə olub, maliyyə mühasibat sahəsində məsələn qeyd etmək olar. Həmin sahələrdə də çox güclü mütəxəssis olmaq lazımdır. Çünki rəqiblər həddən artıq çoxdur. Və bir məsələ var ki, yeni məzun olanlar əmək bazarına daxil olanda illərin mütəxəssisləri ilə üzləşəcəklər. Burada da artıq iş əldə etmək şansları biraz da çətinləşir. Düzdür, orada çoxdur. Bir məsələ də budur ki, biz gərək işləyəcəyimiz ölkəni təyin eləyək və orada növbəti 5-10 il ərzində ehtiyac olacaq ixtisasları da dəyərləndirək. Məsəl üçün Azərbaycan üçün artıq elan olunur ki, müəllimlərin ixtisarı gözlənilir. Çünki ölkədə şagird sayı azalacaq. Bunu biz artıq ailədə uşaqların sayının azalması ilə də görürük və növbəti illərdə şagird azalsa, təbii ki, artıq biz onu görürük, bu proses başlayıb. Bəzi region məktəblərində kənd məktəblərinin birləşdirilməsi başlayıb. Eyni zamanda artıq bu Milli Məclisdən də xəbər verilib ki, müəllimlərin də ixtisarı gözlənilir. Yəni müəllimlik ixtisasına gələcəkdə ehtiyac olacaq. Şagird varsa müəllimə ehtiyac olacaq. Amma say azalacaq. Ehtiyacın sayı azalacaq deyə yeni abituriyentlərə artıq müəllimliyə yönəlməyə o qədər də tövsiyə eləmirik. Xaricdə təhsil və yaxud da ölkədə universitetə qəbul. Bu imtahanların çətinliyi baxımından bəzən də abituriyentlər üçün bir kabusa çevrilə bilir. Çox gərgin bir prosesdir. Azərbaycanda qəbul üçün bir neçə fəndən abituriyentlər imtahan verirlər və bir çox hallarda düşünürlər ki,
Məsəl üçün mən 3-cü qrup ixtisasını seçirəmsə, niyə görə riyaziyyatdan imtahan verməliyəm? Və yaxud da 1-ci qrup ixtisasını seçirəmsə, mən bu dəqiqə ingilis dilindən niyə imtahan verməliyəm? Daha sonra da özümü təkmilləşdirə bilərəm və sair belə fikirlər var. Düşünürəm ki, bəzən də haqlıdır abituriyentlərimiz. Xaricdə təhsildə neçə fənn, hansı fənlər öyrənilməlidir? Abituriyentlər hansı fənlərdən hazırlaşmalıdır? Bu suala zəhmət olmasa. Deməli, bu maraqlı bir məsələdir. Çox vaxtı tənqiddə yaranır ki, məsələn də xarici universitetlər, məsələn Türkiyə universitetləri attestatla qəbul edir, imtahansız qəbul edir. Belə bir fikir formalaşır. Amma burada bir məsələ maraqlı nüans var. Azərbaycan universitetləri də xaricdən tələbəni attestatla qəbul edir. Yəni onu biləsiniz. Yəni Azərbaycanlı tələbə, məsələn, İqtisad universitetində oxumaq istəyir bir Kenyalı, nə bilim bir Yapon, gəlib sadəcə olaraq heç bir imtahan vermədən qəbul ola bilir və sadəcə olaraq dil hazırlığına. Əgər ingilis dilində o fakültə varsa, ingilis dili hazırlığına gedir. Azərbaycan dilində oxumaq istəyir, Azərbaycan dili hazır oxuyur. Evet. Sadəcə bir dənə tip sahəsi üçün müxtəlif müsahibələr və imtahanlar tələb olunur. Amma digər ixtisaslara qəbul attestatla imtahansız aparılır. Və çox maraqlıdır. Biz tədbirlərdə iştirak edə görmüşdük. Şri-Lankada Azərbaycanda təhsillə bağlı reklamlar gedir televiziyada ki, Azərbaycan attestatla təhsil, Azərbaycan universiteti qəbul. Necə biz Azərbaycanda reklam edirlər, məsələn Türkiyə universiteti. Eyni orada da orada. Gözəl haldır. Yəni bu normal sevindirici bir hal. Bu normal bir şeydir. Çünki Azərbaycan tələbat var. Mən sizə deyim ki, Azərbaycan gələn tələbə sayı kifayət qədər yüksəkdir və bunu artırmaq üçün dövlət məncə daha çox iş görməlidir. Çünki həqiqətən də bu potensial var və universitetlərin sayı artırılmalıdır. Ümumiyyətlə bu sahəyə önəm verilməlidir. İndi gələk bizim xarici təhsil. Xarici təhsil üçün necədir? Məsələn, Avropa universitetləri Şərqi Avropa əslində attestatla qəbul edirlər. Amma əsas tələbləri bir dənə ingilis dili imtahanıdır, IELTS. Yəni sən IELTS-dan 6-5 toplasan, ingilis dili imtahanı nəticən varsa, avtomatik olaraq qəbul ola bilirsən. Məsələn, Latviya, Litva, Estoniya universitetlərinə. Bəziləri artıq din balını istəyirlər, 200 bal, minimal 200 bal istəyirlər din balı və yaxud da ki, daxili imtahan keçirirlər. Amma çox belə deyim, 50-60% universitet sadəcə IELTS balı nəticəsi ilə tələbələri qəbul edirlər. Üzr istəyirəm, bu daxili imtahan məsələsini bir neçə dəfə artıq vurğuladınız. Bir aydınlıq verin. Orada belə məsələ nədir? Tələbə müraciət edir. Məsələn, bu yaxınlarda baş verdi. Məsələn, tələbə müraciət edir bizə və IELTS-i yüksəkdir. 7 IELTS-i var. Müraciət edir və biz onun sənədlərini göndərmişik universitetə. Universitet onun daxili imtahanı təşkil edir. Daxili imtahanı nə olur? Riyaziyyat, çox vaxt onlayn imtahan olur, xüsusi proqram təminatı ilə, yəni və kamera nəzarəti ilə və o artıq köçürmə halları olmur. Və müsahibə şəklində olur. Həm imtahanı verirsən, daxili imtahanı, həm də müsahibə edirsən. Girirsən. Çox vaxt ya riyaziyyat olur imtahan, ya məsələn fizik olur. Bəzi ölkələrdə dəyişir. İndi mən danışacağam bu Çinlə bağlı və digər ölkələrlə bağlı. Orada da fərqlidir. Və daxili imtahana girir. Riyaziyyatla bağlı olur və o imtahan nəticəsinin əsasında və IELTS nəticəsi əsasında nəticə qəbul gəlir. Məsələn, uşaq 7 IELTS yığmışdı, amma ki imtahan nəticəsi aşağı olduğu üçün keçə bilmədi. Qəbul olmadı. Yəni bu artıq belədir. Sən orada oxumaq üçün yerə mütləq gərək imtahan nəticən yaxşı olsun ki, sən oxuya da biləsən. Bunu da nəzərə almaq lazımdır. Çox vaxt daxili imtahanlar keçirilir. Və o məlumatı biz necə əldə edə bilərik? Yəni universiteti öncədən təyin etməliyik. Proses ondadır. Yəni əsas burada məsələ vaxtında başlamaqdır. Sən vaxtında başlamalısan, universitetə müraciət etməlisən. Universitet sənə deyir ki, məsələn filan imtahanı olacaq. Bu imtahana hazırlaşmalısan və yaxud da baz olmalıdır. Amma çox vaxt olan imtahanlar uşaqların bazasına uyğundur. Əgər uşağın bazası yaxşıdırsa, zaten bu imtahanı verə biləcək. Əgər bazan zəifdirsə, onsuz da o imtahanı verməyib çöldə qalacaqsan. Yəni uşağın bazası yaxşıdırsa, 9-cu, 10-cu, 11-ci sinifdə normal oxuyubsa, qiymətləri yaxşıdırsa məktəbdə, şişirdilmiş qiymətlər deyilsə, rahat şəkildə o imtahanı verəcək. Onun problemi yoxdur. Yox, zəifdirsə mümkün deyil. İndi gəldi ki, bu qəbul imtahanları, məsələn, Avropa ölkələrində IELTS və yaxud da TOEFL verilir, bir imtahan verilir. Şərqi Avropa ölkələrində bəzi öz dillərində imtahan və daxili imtahan olur. Orada isə fərqlənir. Ola bilər ki, sən tibb sahəsində və digər sahələrə girirsiniz, orada biologiya, kimya, riyaziyyat və digər fənlərdən imtahanlar ola bilər. Almaniyada çox çətindir qəbul. Bunlar. Türkiyə isə ən populyar əlbəttə sahə. Türkiyədə iki növ imtahanla qəbul mümkündür. SAT və YÖS imtahanı. YÖS məntiq, riyaziyyat və həndəsədən ibarət olan imtahandır. Bura heç olmasa gərək bir il hazırlaşasan. Açıq desək, yəni 3-4 ay hazırlaşıb bura qəbul olmaq biraz çətin məsələdir. Uşağın bazası çox güclüdürsə ola bilər. Amma yenə də ixtisasa görə dəyişir. Əgər tibb istəyirsənsə, ən azı il yarım hazırlaşmalısan bu sahəyə. Çünki orada sürət rol oynayır. Məntiq, riyaziyyat, həndəsə. Bir də SAT imtahanıdır. Orada riyaziyyat və ingilis dilidir. Bu iki imtahanın nəticəsində qəbul olmaq olur. Bazan varsa və istədiyin ixtisas top ixtisas deyilsə, məsələn, kompüter mühəndisliyi və yaxud da diş həkimliyi, tibb deyilsə, 3-4 ay kifayət edə bilər, 5 ay kifayət edə bilər. Amma dəyişir. Yəni uşağın vəziyyətini dəyişir. Amma yaxşı ixtisasda düşüb təqaüdlü oxumaq istəyirsənsə, mütləq bir il yarım hazırlaşmalısan.
Xaricdə təhsildə valideynləri düşündürən digər sosial və ya məişət məsələləri də var ki, bu şagirdlər harda yaşayacaqlar, bunların həyat tərzi necə olacaq, yeni mühitdə ətrafları necə olacaq, bu uşaqlar hansı sosial vərdişləri qazana bilərlər və yaxud da öz ölkələrinin adətlərindən, sosial vərdişlərindən uzaqlaşa bilərlər ki, bunu da müəyyən mənada biz müşahidə edirik. Bəzi hallarda müəyyən neqativ hallar da görürük. Bəli, olur. Və yaxud da abituriyentlər müəyyən tutaq ki, fondlara qoşula bilirlər orada tələbə olarkən və s. müəyyən neqativ hallar müşahidə olunur. Təbii ki, çox yaxşı uğurlu hallar da var. Tələbələrin, valideynlərin bu barədə, yəni akademik mövzular yox, məişət və sosial məsələlərdə diqqət etməli olduqları məsələlər nədir və siz bu barədə konsultasiyalar verərkən abituriyentlər olsun və yaxud da valideynlər olsun, ən önəmli məqamlar nələri vurğulayırsınız? Deməli, burada məsələ nədir? Əsas məsələ Avropa ölkələrində çox vaxt belə şeylər biraz çətin olur. Çünki müəyyən bir oturmuş bir sistem var. Avropa ölkələrinə gedən tələbələr sadəcə olaraq, yəni İnşallah ki, müəyyən mənfi asıllıqlar, indi YouTube-da o biraz müəyyən limit qoyulur, ona görə adını çəkirəm. Yəni müəyyən asıllıqlar və digər şeylər olan şeylərə qoşulma halları ola bilir. Bunun da yenə də artıq valideyn müəyyən şeylərə nəzarət edir. Əlbəttə biz müəyyən xəbərdarlıqlarımızı edirik, amma uşaq düşdüyü mühitdə ola bilər ki, orada necə deyim, qoşulduğu insanlar o şəraiti yaradırsa, dost mühiti rol oynayır. Əlbəttə və onun oturmuş sistemi var. Yəni bunu qoyub qalmaq və digər şeylərə gəldikdə isə müəyyən hər bir universitetin özünün yataqxanaları, qalmaq yerləri var və biz ona görə də ən önəmlisi məsləhət görürük ki, birinci ildən bunun ən azı bir 70% qabağını almaq üçün mütləq tələbə birinci il yataqxanada qalmalıdır. Nəzarət altında yataqxanada. Çünki buradan təsəvvür edin, məktəbi qurtarmış bir şəxsdir, uşaqdır. Yenə də biz nə qədər çəkib böyüyüb, amma yenə də uşaqdır. Müəyyən şeyləri bilmir. Gedib orada yataqxanada qalmalıdır. Yataqxana qaldıq təqdirdə yataqxana birinci kamera nəzarəti var. Girişi çıxışa nəzarət var. Və müəyyən vaxt limitləri var. Məsələn, sən saat neçədə giriş edə bilərsən, neçədə çıxış edə bilərsən. Onlara nəzarət var. Bu baxımdan mütləq birinci yataqxana qalmalıdır. İkinci ildən evə çıxa bilər. Çünki müəyyən mənada artıq insan formalaşır. Artıq onun müəyyən bir dostları, bir çevrəsi formalaşır. Həmin o çevrə ilə çıxmaq olar. Amma Azərbaycandan deyəlim ki, gedən çevrə ilə, deyəlim ki, ikimiz də qəbul olmuşuz Litvadakı universitetə. Gedib orada ev tutacağıq, qalacağıq. Mən açıq deyim, bir valideyn olaraq məsləhət görmürəm. Uşaqlar bəlkə də qınayacaqlar biz ona görə, amma reallığı nəzərə alaq. Məsələn, 16-17 yaşında Azərbaycanlı yeniyetmə nəzərə alsaq ki, təxminən 8-9-cu siniflərində ancaq hazırlığa başlayıb, əsasən gördüyü proseslər test hazırlıqlardır. Biraz onun dünya görüşü də zəif olur, həyat təcrübəsi də zəif olur və bəzən də belə deyək də bu uşaqların saflığından istifadə eləməyi gözləyən həmin xaricdə müəyyən qurumlar ola bilər, təşkilatlar ola bilər, fırıldaqçılar ola bilər, onların pulunu mənimsəyə bilərlər, aldada bilərlər. Yəni abituriyentlərimiz də bu mövzuda çox da israrlı olmasınlar. Bu mövzunun davamı olaraq bəzən belə bir fikir olur ki, həmin bu hallara qarşı tələbələr bakalavr təhsilini ölkədə, magistr təhsilini xaricdə alsınlar. Ümumiyyətlə biraz da xaricdə təhsili magistratura yönümlü danışsaq, bu barədə nələr deyərsiniz? Deməli, məsələ nədir? Bu məsələyə toxunum. Deməli, birinci məsələ, əgər görürsə valideyn və yaxud da uşaq ki, orada ona olunan təklif, məsələn, yataqxanadır. Elə yataqxana var ki, hər yerdə qiymət məsələn 500 manatdır. Görürsünüz ki, bir yataqxananın qiyməti 150 manatdır. Ucuzdur. Demək ki, burada nəsə bir siqnal ola bilər. Siqnaldır. Birinci siqnaldır ki, demək ki, burada nəsə bir şey var. Nəsə bir qanunsuzluq, fondlarındır, başqa bir təsir ola bilər, nəsə başqa məqsədlər ola bilər. Ona mütləq bir fikir vermək lazımdır. Birinci və dediyim kimi, normal bildiyimiz universitetin məsləhət gördüyü yataqxanaları seçmək lazımdır. Çünki artıq universitet bunu sistemi bilir. Universitet heç vaxt özünə problem yaşatmaq istəməz. Ona görə də onları seçmək lazımdır. Dövlətin dəstək verdiyi və dövlətin dəstək verdiyi, fondların dəstək verdiyi yerlərə. Bu Avropaya da aiddir, Azərbaycana da aiddir, Türkiyəyə də aiddir, fərqi yoxdur. Bunlara dəstək vermək lazımdır, sabah problem yaşamayasınız. İkinci məsələ, birinci kurslar dediyim kimi, mütləq valideyn müəyyən nəzarət eləməlidir. Və bunun əslində qabağını almaq üçün biraz, yenə deyirəm də, 10-cu 11-ci sinifdə uşaqlar biraz sərbəst buraxıb müəyyən müstəqillik yaratmaq lazımdır ki, pulu idarə edə bilsin, ən azı çünki sonra problem olur. Çünki uşaq gedir ora düşür və çox ciddi problem yaşayır. Halbuki ola bilər çox yaxşı oxuya bilərdi, amma psixoloji səbəblərdən oxuya bilmir.
problem yaşayır. Yəni bunun və sadə məişət bacarıqları da paltar yuya bilmək, ütüləyə bilmək, yemək hazırlaya bilmək. Çox vaxt nə görürük, çox belə də gülməli hal. Analar daha çox el bebək, gül bebək türklər demiş, böyüdürlər uşağı. Sonra gəlirlər o mənbəyə çatanda, deyirlər ki, uşaq orada qorxdu. Uşaq zaten burada sən uşağa imkan verməmisən, çorabını özün geyindirmisən, nə bilim, köynəyini özün geyindirmisən. 11 il bu uşağı, belə 11-ci sinifə qədər sən bu uşağı belə böyütmüsən. Sonra gedib ora deyirsən ki, belə. Yəni elə uşaq var ki, yumurtanı soymağı belə bilmir. Aynasını zəng edir ki, mən bu yumurtanı necə soyum? Açılış yeri haradır? Yəni rastımıza gəlir belə bir şeylər. Bunları bilmək lazımdır. Yəni bunlar sonunda biraz valideynlərin üzərinə möhtəçilik düşür. Çünki biz indi 15 ildir işləyirik, həm kiçik yaşlılarla, həm də böyük yaşlılarla işləyirik. Baxıram ki, həqiqətən də valideynlər uşağın üzərinə o qədər sıxırlar ki, sən oxu, mən eləyəcəm. Sən oxu, mən eləyəcəm. Başqa heç nə işin olmasın. Uşaq qapıda yumalıdır, hər şey eləməlidir ki, sən şəxsiyyət kimi yetişəsən. Formalaşmalıdır. Yəni bunun formalaşması mümkün deyil. Mürsəl müəllim, biz son illərə qədər xaricdə təhsil deyəndə əsasən ağlımıza Avropa, Amerika, Qərb ölkələri gəlirdi. Lakin artıq Asiya ölkələri də kifayət qədər bu bazarda yer almağa başlayıb. Çin böyük bir yer almağa başlayır. Çin universitetləri həm də reytinqlərdə öndədirlər və Azərbaycandan da kifayət qədər tələbələr üz tutur. Son illərdə biz görürük Özbəkistan universitetlərinin sərgiləri keçirilir. Asiyanın digər universitetləri ola bilər, Sinqapur və s. təhsildə çox öndədirlər. Ümumiyyətlə burada brend fərqi, keyfiyyət fərqi nə qədərdir? Yəni məsəl üçün hansısa Şərqi Avropa ölkəsini Çinlə müqayisə eləyəndə bunun diplomunun tanınması baxımından fərq varmı? Ümumiyyətlə ölkələrə görə diplom tanınması fərqi var yoxsa yox? Bu məsələdə önəmli bir faktorlar var. Bəlkə də bu Avropanın ikili standartlarıdır, mən açıq deyəcəm. Məsələ nədir? Məsələn, dünya reytinqlərinə baxanda görürük ki, Avropa və Amerika universitetləri ilk sıralardadır, amma Asiya ölkələrinin universitetləri görürük ki, məsələn, 100-cü yerdə, 120-ci yerdə və belə. Dünya reytinqi sıralaması formalaşdıranda elə kriteriyalar bəzən müəyyənləşdirilib ki, o kriteriyalara görə Avropa ölkələri və belə deyim, Amerika universitetləri, üzr istəyirəm, bunlar daha çox öndə olur. Amma məsələn Çinin universitetləri əslində qalsa bəzi reytinqlərə görə o universitetlərdən yuxarıda olmalıdır. Sadəcə olaraq kriteriyalar elə müəyyənləşdirilib ki, bu kriteriyalara görə o universitetlər önə çıxa bilmir. Yoxdursa reytinqlər. Və valideyn də açır sistemə baxır ki, məsələn, dünya məşhur reytinqlər var da, Times reytinqi və digərləri. Baxır ki, Avropa universitetləri reytinqi yuxarıdadır, amma Çin universitetləri, Koreya universitetləri, Yaponiya universitetləri çox aşağıdadır. Halbuki təhsilin keyfiyyəti və belə deyək də, kampusun əlçatanlığı və digər şey daha qat-qat yuxarıdır. Bu müəyyən şeylər yaradır. Amma bu dəqiqə dünya da qəbul edir ki, bütün dünya qəbul edir ki, Asiya, yəni Asiya ölkələri Çin, Sinqapur, Koreya, Yaponiya, belə deyək ki, Malayziya, bu ölkələr artıq prioritetdə olacaq, bu ölkələr inkişaf eləyəcək və bu ölkələrdəki təhsil üstün olacaq. Bunların üçün ən güclüsü əlbəttə Çindir. Çin universitetlərinə qəbul belə də çox önəmlidir. Keçən qəbul şərtləri asan idi, bu ildən çətinləşdirdilər. Müəyyən imtahanlar qoydular, fizika imtahanı, biologiya imtahanı, riyaziyyat imtahanı. Bu yəqin ki, elə müraciət sayına görədir. Bəli, tələbat sayının çoxluğuna görə o imtahanları qoydular və o imtahanları tələbə verib keçməlidir və o biraz problemlər yaradır. Amma digər tərəfdən baxanda biz görürük ki, mütləq bu sahələrə önəm vermək lazımdır. Yəni burada da onlar özünün spesifik şərtləri var və orada tələbələrin iş tapma şansı, potensialı qat-qat yüksəkdir. Niyə? Məsələn, belə deyək, bir türk tələbənin Azərbaycana gəlib oxuması bizim üçün egzotika deyil, çünki bizim üçün adi bir şeydir. Amma hər hansı bir, nə bilim, Koreyadan ya Malayziyadan gəlib bir tələbənin Azərbaycanda oxuması bizim üçün egzotikadır. Biz də onlar üçün egzotikayıq. Yəni bir Azərbaycanlı gedib Çində oxuyursa, bir Azərbaycanlı gedib Malayziyada oxuyursa və Malayziyalı ümumiyyətlə Azərbaycanın harda olduğunu belə bilmir və orada onun üçün egzotikadır. Və həmin adamların orada uğur qazanması, yəni həmin tələbələrimizin uğur qazanması daha çox şans yaradır. Seçilə bilir. Çünki yoxdur. Yəni adam, yəni həm xarici görünüşdə fərq var. Baxır ki, bu adam nə Avropalıdır, nə Asiyalıdır. Yəni qara adamdır və biraz fərqlidir və bu baxımdan ona görə çox populyarlıq yaradır. Burada həm də yəqin ki, ölkələr arasında biznes münasibətlərinin ilkin yaradıcılarından ola bilər. Bəli, elə şeylər çox ola bilər. Çünki birinci çox fərqli mədəniyyətə düşürsən və orada olan yenilikləri sən ölkəndə tətbiq edə bilərsən, orada olan maraqlı şeyləri və yaxud ölkəndə olan maraqlı yenilikləri orada tətbiq edə bilərsən. Ola bilər ki, ölkəmizdə
özdə olan hər hansı bir biznes ideyası orada yoxdur. Sən onu tətbiq edə bilərsən. Bu da çox inkişaf etmiş bir hal yarada bilər. Bu səbəbdən də mən belə deyim, məsləhət görə bilərəm. Bir də indiki durumda bu siyasi vəziyyətlə bağlı görünən odur ki, Asiya ölkələrinə yönəlmək daha məqsədə uyğundur. Çünki dünyada nə baş verdiyini bilmək olmur. Ən azından orada təhlükəsizlik daha çox ola bilər. Nümunə kimi məsələn Ukrayna universitetləri yəni Ukrayna universitetləri çox məşhur idi və kifayət qədər reytinqləri yuxarı idi, amma indi hal-hazırda Ukrayna vəziyyətinə görə yəni onlayn oxuyurlar və çox da vəziyyət pisdir. İndi məsələn Dubayda nə qədər şirkətlər Azərbaycanda Dubayı reklam elədilər, Dubay universitetləri falan filan. İndi Dubay bombardıman olunub, nə qədər tələbə qayıdıb gəlib, necə olacaq bilinmir və artıq bu istərsəniz böyük qeyri-müəyyənlik var və bilinmir necə olacaq. Yəni o bölgədə olan universitetlərə artıq yəqin ki bu yaxın 1-2 ildə biraz maraq azalacaq. Yəni məsələ üzrə inşallah ki məsələ həll olar, amma görünən odur ki, yəni ciddi problemlər var. Hətta məsələ həll olandan sonra da biraz ehtiyatlı yanaşmalı. Əlbəttə ki, yəni heç bir valideyn də övladını təhlükəsiz zonaya göndərmək istəməz. Yəni müharibə gedən və ya təhlükəli olan yerə göndərmək istəməz. Bu səbəbdən də onlara diqqət etmək lazımdır. Mürsəl müəllim, digər məsələ təhsilin müxtəlif pillələridir. Təbii ki, biz əsasən indi bakalavr qəbulundan danışdıq, amma magistratura, doktorantura qəbulu necədir? Burada bir məqamda mən vurğulamaq istəyirəm ki, magistratura və doktoranturada təhsil alanlar həm də iş imkanları əldə etmək istəyirlər və yaxud da istəyirlər ki, onlayn formada təhsil ala bilsinlər. Ümumiyyətlə bu onlayn və yaxud da distant təhsil magistratura, doktorantura səviyyəsində mümkündürmü? Mümkündürsə şərtləri necədir? Və yaxud da xaricdə təhsil alacaq magistrant və doktorantların iş imkanları necədir? Deməli, bu ilə bağlı bəzi məsələlərə toxunub. Deməli, çox vaxt bakalavr tələbələri Azərbaycanda oxuyur və öz təhsilini inkişaf etdirmək üçün və yaxud da yeni xarici ölkə marağında üçün olması üçün xaricə üz tuturlar və daha çox dediyim ki, magistraturaya gedirlər. Magistratura belədir ki, ən populyar yenə də ölkələr arasında Türkiyədir və digər ölkələrdə. Avropa ölkələrində maraq çoxdur magistratura oxumağa. Türkiyənin məşhurluğunda yəqin ki, iki amil, həm dil məsələsi, həm də məsafə məsələsi daha çox rol oynayır. Onlar rol oynayır, əsas ona görə gedirlər və o ən çox iqtisadiyyat sahələridir. Bəzən görürsüz ki, psixologiya sahəsi buna çox maraq var ki, gedib orada oxusunlar. Yəni bu sahələrə maraq çoxdur. Doktorantura gəldikdə isə doktorantura məsələsi biraz qəlizdir Azərbaycanda. Yəni bu il biraz bəzi səbəblərdən artıq hamı bilir, müəyyən səbəblərə görə populyarlıq yaranıb doktorantura. Yəni insanlar təbii doktoranturaya müraciət edir, amma bir məsələni qeyd etmək lazımdır. Yəni mən onu dəfələrlə bütün açıqlamalarımda demişəm. Doktoranturanın onlayn doktorantura təsdiqi elə bir şey yoxdur. Bəli. Mütləq əyani şəkildə tələbə gedib orada oxumalıdır və bitirməlidir və ondan sonra Ali Attestasiya Komissiyasına müraciət etməlidir. Yəni Təhsil Nazirliyindən başqa. Orada diplomu təsdiqlətməlidir, sonra Təhsil Nazirliyinin diplomu təsdiqlətməlidir ki, o doktorant və ya PhD, yəni elmlər doktoru adını ala bilsin. Yəni fəlsəfə elmləri doktoru adını ala bilsin. Daha doğrusu aldığı adı təsdiqləsin. Adı təsdiqlədə bilsin. Təsdiqlətməsə onun doktoranturası sayılmır zaten. Yəni sən mütləq onu təsdiqlətməlisən. Yəni ola bilər həmin ölkədə sayılsın, amma Azərbaycanda sayılmır. Mütləq təsdiqlətməlisən. Magistratura gəldikdə isə magistraturanın qiyabisi onlayn var. Amma məsələ nədir? Azərbaycan qanunvericiliyinə görə onlayn magistraturanın diplomu hələ ki Azərbaycanda tanınmır. Yəni məsələn İstanbul Universitetində və başqa universitetlərində onlayn magistratura var. Amma təəssüf ki, onların diplomları Azərbaycanda hələ ki tanınmır. Və biz bayaq dediyim problem nədədir? Biz bunu deyirik tanınmır və bəzi şirkətlər və qurumlar deyirlər ki, yox tanınır, problem yoxdur. İnsanlar ona daha çox inanır. Yəni düzü inanmır. Bu biraz ciddi problem. Bu məsələni də mən soruşacaqdım. Artıq biz uzun illərdir demək olar ki, hər bu universitetə qəbul mövsümündə xəbərlərdə olsun, sosial şəbəkələrdə olsun, müxtəlif fırıldaqçı və dırnaqarası xaricdə təhsil şirkətlərindən şikayətləri görürük, eşidirik. Və bunlar bir çox hallarda valideynlər məhkəmələrə müraciət edirlər. Bu fırıldaqçılıq, dolandırıcılıq halları olur. Təbii ki, siz mütəxəssis kimi şəxsin artıq danışığından, istifadə etdiyi cümlələrdən məsələni aydınlaşdıra bilərsiniz. Amma valideynlər təcrübəli deyil. Bir mütəxəssis kimi nə tövsiyə verə bilərsiniz? Valideynlər nəyə diqqət yetirsinlər? Hardan bilsinlər ki, məsəl üçün X şirkəti həqiqətən etibarlıdır, yoxsa bu qazanc açığı mən deyim, əvvəllər mən burada şirkətləri günahlandırırdım. Amma artıq şirkətləri günahlandırmıram. Hətta. Yəni artıq çünki görünən odur ki, valideynlər
bu sahədə belə deyək günahkardır. Mən sizə açıq deyim. Çünki Necə, niyə? bunu necə Mən sizə açıqlayaq? açıq deyim. Əvvəllər bu ilə bağlı məlumatlar az idi internetdə. Yəni əvvəllər belə deyim də sosial şəbəkələr o qədər inkişaf eləmir. Deyirəm ki, mən 15 ildir bu sahədə məşğulam. Yəni deyirəm ki, 4 il, 5 il qabaqki internetin və yayılma şeyinə indiki deyil, bir deyil. Yəni artıq 2026-cı ili yaşayırıq. Yəni çox fərqlidir. İndi kifayət qədər məlumatlar internetdə var və ciddi adamların, ekspertlərin belə məlumatları internetdə var və bu məlumatları əldə etmək olur. Amma görünən odur ki, valideynlər istədikləri şeyi almaq istəyirlər. Eşitmək istədiyini almaq istəyir. Yəni biz gəlirlər bizim yanımıza, biz deyirik ki, məsələn, sizin bu balınızla siz tibbə girə bilməyəcəksiniz. Və uşaq çox zəifdir. Mən ümumiyyətlə məsləhət görmürəm tibb oxusun. Deyir, yəqin ola bilər Mürsəm müəllim zəifdir, bilmir bu sahəni. Mən gedim bilən adamla müraciət edeyim. Və gedir başqa adama müraciət eləyir və çox pis necə gülməlilə baş verir və ora müraciət edir. Ora pulunu ödəyir və o adam bir aydan, 5 aydan sonra itir, yoxdur. Yəni ofisi yox olur və o adam yoxdur və sonra bizə müraciət edir ki, ay Mürsəm müəllim, siz o adamı tanımırsınız. Ki siz oradadır, ya hardadır, ya bu adamı necə tapa bilərik? Neyiniyim mən? Deyirəm ki, xanım, mən sizə deyim ki, bu alınan şey deyil. Siz gedib başqa adama pul verirsiniz. Sonra da gəlib məndən kömək istəyirsiniz. Əlbəttə, biz də demirik ki, bizdə hər şey ideal olur. Amma bizdə ən azı %90%, 95% alına bilən işləri deyirik ki, bu iş alına bilər. Bu işi götürə bilərik. Alınmayan işləri biz ümumiyyətlə götürmürük. Və valideyn deyir ki, bu iş alınmayacaq. Və belə təəssürat olur ki, yəqin bu adam bu işi bilmir. Eləyə bilmir. Yəni hal-hazırda mən deyirəm, bayaq müsahibədən qabaq da dedim ki, o məsələ. Məsələn, valideyn bizə müraciət edib ki, bir işlə bağlı, da deməyəcəm çünki bilinəcək kimdən söhbət gedir. Bir işlə bağlı bizə müraciət edib. Mən demişəm ki, alınmır. Sonra başqa şirkətin müqaviləsini və şey göndərir ki, yəni bu baxın görün bu düzdür ya düz deyil. Yəni mən artıq bilirəm ki, bu iş alınmayan bir iş barədə mən necə deyə bilərəm ki, bu iş düzələcək ya düzəlməyəcək. Çox problem var. Ona görə də mən açıq deyim, şirkətlərdə günah görmürəm. Bilmirəm, şirkətlər yəni belə. Yəni şirkət təklifi verir. Valideynlərin istəyini şeydir. Bir dənə misal deyəcəm sizə. İndi oradan bəlkə də tam başa düşəcəksiniz. Bir məşhur bir yalançı var, yəni çox belə deyim adam bu İstanbul körpüsünü satır. Filmdə də var. Yəni hətta məşhur adam, yəni var elə bir adam ki, olub. Güya ki İstanbul körpüsünü satır və bir fağır gəlir, deyir ki, kətdən gəlir, götür deyir, mən körpü mənimdir, mən o körpünü satıram, məsələn, 100.000 TL-yə, neçə min TL-yə çıxardır o adam kətdən gətirdiyi, evini, eşini satdığı pulu verir ona. Sonra gəlir körpünün qabağını kəsir ki, buradan keçəndə mənə pul verməlisən. O fikirləşir ki, oradan qazanacaq. Bu ona bənzəyir. Yəni bu adam bəli, ola bilər savadınız çatmır. Ola bilər məlumatınız yoxdur. Amma indi internet zəmanəsidir. Ən azı, nə bilim, ChatGPT var ən azından. Oraya yazın, YouTube-a yazın. Bir baxın görün, bunun həlli necədir? Mümkündür, mümkün deyil. Və 99% valideynlər açıb bilirlər ki, verdiyi adamlar o qədər də etibar edə bilirlər. Həqiqətən bilir. Çünki deyirlər mən allandım, amma mən gördüyüm odur ki, yəni günah çox vaxtı valideyn. Bəli, mütləq fikir vermək lazımdır. Həmin şirkətin saytı varmı? Həmin şirkətin Instagram səhifəsi doldumu? Neçə ildir fəaliyyət göstərir? Nə işləri görüb? Kimdir? Neçə yaşı var? Yəni bu paylaşım adam 20 yaşında adama sən götürüb işdə etibar eləyəndə demirəm mən, elə bilər, adamlar ola bilər, yaxşı iş görənlər də var, kifayət qədər var. Amma ümumi olaraq sən bir araşdır gör ki, 5 dənə şirkətə getdin. Əgər 4-ü deyirsə ki, bu iş alınmayacaq, 5-ci deyirsə alınacaq, demək ki, bu 5-ci yalan deyir. Siz niyə ona inanırsınız? Yəni bunun çox hallarını gördüm. Artıq ona görə də necə deyim, günahı mən valideyndə görürəm. Çünki onu biraz araşdırsalar, eləsələr daha çox yaxşı olar. Mürsəm müəllim, xaricdə təhsillə maraqlananlar arasında belə bir ifadə var. Diplomu tanınan universitet, diplomu tanınmayan universitet. Bax bu ifadə nədir? Bunlar niyə görə ümumiyyətlə bu ifadə mövcuddur? Həqiqətən də bəzi universitetlərin diplomu ölkədə tanınır, bəziləri tanınmır, yoxsa burada tələbələrin akademik nəticələri rol oynayır? Burada məsələ nədir? Bəzi müəyyən yanlış anlaşılmalar var, yanlış fikirlər var. Birincisi, belə bir düşüncə var ki, mən attestatla oxuyuramsa, mənim diplomum tanınmır. Mən əgər imtahanla oxuyuramsa, diplomum tanınır. Xeyr, elə bir şey yoxdur. Əgər sən tutaq ki, Hacettepe Universiteti məsələn, Qazi Universitetinə qəbul olmusansa, YÖS balı ilə, SAT balı ilə, din balı ilə sənin diplomu tanınır. Amma sən gedib məsələn Sinop Universiteti ilə, Çorum Universiteti, yəni kənar bir yerlərdə olan balaca universitetlərdə qəbul olmusansa attestatla, onların da diplomu Azərbaycan tanınır. Amma şərtlər var. Birincisi sən o ölkədə olmalısan.
Yəni orada qalmalısan. İmtahanı iştirak edib imtahanı verməlisən. Düzdür, Türkiyədə bu mümkün deyil. Sən oxumasan zaten keçə bilməyəcəksən. Deyəlim ki də məsələn başqa ölkələri nəzərə tut. Mütləq həmin ölkədə olmalısan, tədrisdə iştirak etməlisən, nəticən olmalıdır və aldığın diplomu və transkripti orada apostil elətdirməlisən qurumlarda və Azərbaycan rahat şəkildə təsdiqləyə bilirsən. Attestatla müraciət edən bizim yüzlərlə, minlərlə tələbənin diplomu Azərbaycan rahat şəkildə tanınıb. Heç bir problem yoxdur. Problem nədə yaranır? Birincisi qiyabi təhsil. Məsələn, Türkiyənin qiyabisi Azərbaycana tanınmır. Atatürk Universiteti, Anadolu Universitetinin qiyabiləri Azərbaycana tanınmır. Bəzi hallarda oxuyurlar ki, özəl qurumlarda işləməsi üçün. Bu məsələni də mən soruşmaq istəyirdim. Tanınmamış diplomlar dövlət qurumlarında qəbul olunur. Amma özəl qurumlarda qurumlarda heç bir kadrlar siyasətindən asılıdır. Məsələn, elə özəl qurum var ki, onlarda mütləq diplom tanınmasına bağlı Təhsil Nazirinə sorğu göndərirlər. Məsələn, biz əvvəllər işlədiyim bir qurumda orada məsələn diplomu təsdiqləmək üçün sorğu, hətta Azərbaycan diplomu olsa belə, onu təsdiqləmək üçün sorğu göndərilir. Elə bir şeylər də var, bəzi qurumlarda olur. Amma özəl qurumların çoxsunda, yəni belə deyim də, ona ehtiyac yoxdur. Məsələn, deyim ki, praktikamı göstərir. Yəni bunu məsələn tutaq ki, mən qiyabi deyirəm ki, Atatürk Universiteti oxumuşam. Bankda işləmək istəyirəm və bank sektorunu çox yaxşı bilirəm, sığortanı bilirəm, əla bilirəmsə, mənim diplomumun tanınması ya tanınmaması heç bir önəmi yoxdur. Çünki mən bunu oxuyub almışam. Çünki məsələn Türkiyə universitetlərini oxumadan zaten siz universitetin diplomunu ala bilməyəcəksiniz. Orada elədir. Digər ölkə, məsələn Gürcüstanda bəzi universitetlər var ki, güya onlayn təhsil keçir. Onların diplomları məsələn Azərbaycanda tanınmır. Və yaxud da bəzi onlayn universitetlər var ki, yəni heç özünün bir binası da yoxdur. Onların diplomu Azərbaycanda tanınmır. Çünki kökü yoxdur universitetin. Müəyyən bir siyahı var Təhsil Nazirliyində. Onlar da həqiqətən də yəni valideyn də bilir ki, o diplom tanınmır. Bayaq dediyim məsələ. Valideyn də bilir tanınmır və amma normal attestatla getsən belə normal şəkildə oxuyub bitirmisənsə, onlar diplomlar tanınır. Şərtlər əməl olunması. Şərtlər də nədir? Mütləq həmin ölkədə olmalısan, hesab etmirəmsə 70%, yəni təhsil ilinin 70% qədər. Deyirəm ki, 9 ay orada olmalısansa, heç olmasa 6 ayını, 5 ayını, 7 ayını orada olmalısan. Bəs ölkənin dil biliyi imtahanı olur. Və dil biliyini mütləq lazımdır. Dil biliyi imtahanı məcburi deyil. Ola bilər əgər Təhsil Naziri istəsə, məcburi səndən dil biliyi imtahanı götürə bilər, müsahibə eləyə bilər. Məsələn, Ukraynada bitirmisən universiteti, amma Ukrayna dilində oxumusan, səni yoxlaya bilər. Amma o vacib deyil, şərtlərdən deyil. Yəni tələb olunan deyil. Sadəcə bunu istəyir. Yəni keçən dəfə də bu ilə bağlı hətta Təhsil Nazirliyində nazirin özü, yəni bu arada ki biz onsuz da çox asan bir kriteriya qoymuşuq ki. Yəni sən bu ölkədə olmalısan, o ölkənin oxuduğun dili bilməlisən, və ixtisası bilməlisən. Yəni məntiqi də səndən istəmir ki, sən tibb sahəsini bitirib mühəndislik sahəsinə cavab ver. Xeyr, asan bir şeylər istəyir, amma bunu bilməlisən. Və diplom tanınması nə üçün lazımdır? Birincisi, dövlət qurumlarında işləməsi üçün, əsgərlik məsələsi üçün diplom tanınması üçün 1 il ya 6 il yox 1 il oxuyasan. Bunlar üçün lazımdır. Xüsusilə oğlan abituriyentlər üçün önəmli məsələdir. Onlar məsələdir. Amma belə ümumi götürsək, yəni diplom tanınmayan yerlərdə də işləmə şansı var. İnsanın özünə asılı bir şeydir. Ola bilər ki, insan böyük bir universitet qutarsın, heç bir sahəsi olmasın. Ola bilər ki, elə qiyabi Atatürk Universitetini qutarsın, amma çox yaxşı bir mütəxəssis olsun. Bu da karyera planlaması, bir də fərdi aktivlik. Bəli. Onlar çox önəmlidir. Yəni sən fərdi aktivliyin yoxdursa, sənin yuxarıdan hansı universitetdə oxumağın bir önəmi yoxdur. Sənin özünün bazan güclü olmalıdır. Yəni aldığın biliyi təsdiq edə bilməlisən, istifadə edə. Bəli. Çünki məsələn mənim yanıma gəlsə, bir şirkətdə işləməyə, Atatürk Universitetini qutarıb, amma belə çox yaxşı kadrdır və o sahəni yaxşı bilir. Mən onu götürərəm ki, amma heç kəs bilməyən adam götürür. Nə qədər olub ki, universitetdə indi adını çəkməyəcəm. Gəliblər, deyirəm ki, məsələn də bu yazını yaz bu şeylə. Baxıram ki, adam yəni 4 ildə nə təhsil almısan sən? Yəni Azərbaycanda da bu faktorlar var. Yəni yaxşı oxuyan uşaqlar da var. Çox potensiallı uşaqlar da var, zəif uşaqlar da var. İndi o demək deyil ki, Azərbaycanda həmin fakültədəki ümumi fakültə pisdir. Xeyr, insanın özünə asılı bir şeydir. Çox təşəkkür edirik Mürsəl bəy. Mən təşəkkür edirəm. Çox maraqlı mövzu oldu. Vaxtımız da çox sürətlə keçdi. Düşünürəm ki, valideyn və abituriyentləri düşündürən əsas suallara cavab verdik. Digər xırdalıqlar üçün də sizə sosial şəbəkələr üzərindən yəqin ki, müraciət edə bilər əziz izləyicilərimiz. Son sözləriniz, son tövsiyələriniz xaricdə təhsillə maraqlanan valideynlər və dəyərli abituriyentlərimiz üçün nə olardı? Yəni əsas tövsiyəm olardı ki, birincisi xaricdə təhsil düşünənlər planlı şəkildə getsinlər. 9-cu 10-cu sinifdə əsas məsələ planlı şəkildə getməlidir. Sinifdən yaxşı baza olsun və planlı 8-9-cu sinifdə başlasınlar. İkinci məsələ, ən böyük məsələ düşünməsinlər ki, mən xaricdə oxuyuramsa çox rahat olacaq.
xaricdə oxuyan tələbələrin bir çoxu kəsilə bilirlər. Yəni mən xaricdə oxuyacağamsa 100% universiteti bitirəcəm deyə bir anlayış yoxdur. Bu səbəbdən də onu biraz önəm versinlər. Yəni insanlar planlı şəkildə getsinlər və nəyə başlayacaqlarını ciddi şəkildə bilsinlər. Çətinlikləri gözə alsınlar ki, orada kifayət qədər gərgin dərs mühiti var və amma lap sonda deyə bilərəm ki, çox gözəl bir potensialdır, çox gözəl imkanlardır. Yəni bu imkandan mütləq yararlansınlar. Yəni bunları nəzərə almaqla mütləq yararlansın. Əgər bu imkan varsa və edə bilirsinizsə və hətta pulunuz yoxdursa belə yenə də mümkündür. Yəni xəyallar qurun. Mənim həmişə bir sözüm var. Cəhd edin, hər şey alınacaq. Cəhd edin. Ola bilər ki, heç bir imkanınız yoxdur. Bir dağ kəndindəsiz. Ola bilər ki, heç bir bazar belə biliyiniz var, amma imkanınız yoxdur. Valideynləriniz belə deyə də o imkanı sizə yaratmır. Çalışın. Cəhd edin. Ola bilər ki, hər hansı bir formada bu sizə geri dönüş eləyəcək. Buna mütləq fikir verin. Da dövlət proqramları var, ölkələrin, şirkətlərin təqaüd proqramları. Ola bilər ki, elə bir insana rast gələrsiniz ki, sizə kömək eləyə bilər. Amma siz özünüz cəhd eləməsəz, siz özünüzü göstərməsəz, mənim imkanım yox idi, mən eləyə bilmədim, atam nə bilim bilmədi, atam savadsız idi. O düzgün deyil. O qədər insanlar var ki, sıfırdan başlayıblar və yüksək nəticə əldə ediblər. Təşəkkür edirik. Dəyərli izləyicilərimiz, vaxtınızı ayırdığınız üçün təşəkkürlər. Bizi izləməyə davam edin.